Bugün sizinle uşaqların en çok sevdiği burger reseptini bölüşürəm. Bu reseptlə 20 ədəd orta böyüklükdə burger çıxdı. Xəmir üçün qaba süt, su, şəkər tozu, quru maya, duz, 2 ədəd yumurta əlavə edib qarışdırırıq. 50 qram yağ, xəmir yoğururuq və kündələrə bölüb dinləndiririk. Dinləndirib üzərinə yumurta çəkirik, üzərinə küngüt vururuq, 170 dərəcədə bişiririk. Yarım kiloqram qıymanın içərisinə duz və istiot əlavə edirik zövqə görə. Bu şəkildə kotlet formasında hazırlayıb yumru-yumru yağda qızardırıq. Və bişən burger çörəklərimizin içərisinə hazır sos sürtürük. İçliyinə kahı, pomidor, turşu və s. ürəyiniz istəyəni qoya bilərsiniz. Pendir də qoyuruq, süfrəyə təqdim edirik. Hazırlayan hər kəsə nuş olsun.